Salam, hər vaxtınız xeyirli olsun. Dostlar, deməli mən bilirsiniz videolar paylaşıram Facebookda, TikTokda, YouTube'da. Gəlir bəzi İlham Əliyevin bu alçaq xain rejimin trolları əleyhimə yazır. Tək mənim yox, digərlərinin də əleyhinə yazırlar. Bu bizim əleyhimizə yazan insanlara səslənirəm. Bizə yazırsınız ki, vətən xainisiniz. Yəni vətən xaini nəyə deyirlər? Yəni sən nə etsən sən vətən xaini sayılırsan. Yəni İlham Əliyevin çıxıb deyəndə ki, ay İlham Əliyev bizim haqqımızı aparıb arvadını alt paltar alırsan, qızlarını alt paltar alırsan. Şəhidin qampını oğurlayıb aparıb dünyanın dörd bir tərəfində mal, mülk, şirkətlər, pul yatırdırsan, sonra da gedirsən şəhidlər xiyabanına, Allah şəhidlərimizə rəhmət eləsin, şəhidlərimizdən fəxr edirəm deyirsən. Bunu çıxıb biz ifşa eləyəndə ki, artistlik eləmə, alçaqlıq eləmə, uğraşlıq eləmə və yaxud da digər məsələlərdə İlham Əliyevi ifşa eləyəndə, bu rejimin haqqında danışanda vətən xaini niyə oluruq ki? Başa düşənmədim mən. Yəni, mənim dediyim sözün qarşısında əks sözün varsa, buyur denən, razı olmaya bilərsən, buyur denən. Amma vətən xaini nə deməkdir? Biz niyə vətən xaini olmalıyıq ki? Mən niyə vətən xaini olmalıyım? Mən Rafael Priyev olaraq özüm Almaniyada yaşayıram. Heç kəsdən nə qorxum yox, nə çəkinim yox Cənab Allahdan başqa. Telefon nömrəm orada, qutardı getdi, düzə əyri. Məsələ bu qədər bəsitdir. Güya siz gəlib bizə vətən xaini yazanda, əleyhimizə yazanda nə olur ki güya? Biz vətən xaini olmuş oluruq. Hə? Mən niyə vətən xaini olmalıyım? Vətən xaini o adama deyirlər ki, vətənin rıçağı onun əlində olar. Rıçaqları. O rıçağı aparar, nə bilim, hansısa qıraq güclərə satar, onun quzağına qoyar, pulla dəyişər onu. İlham Əliyev kimi. Nə tər ki gedirdi, nədir, Trump'a pul verirdi. Xalqın milyardları sərvəti rıçaqdır, rıçaq. Vətənin millətin rıçağıdır. Aparıb verir Trump'a, deyir, ma əl salcınan. Vətən xaini buna deyirlər. Başa düşdür, aparır Rusa verir, nə bilim, Siyonistlərə verir, İngilisə verir, ora verir, bura verir. Vətən xaini buna deyirlər, bədbaxtlar. Mənim nəyim var, nə? Yəni bu vətənlə bağlı mənim əlimdə nə kimi resurs var ki, mən o resursu aparıb satım kiməsə, olum vətən xaini. Mənim nəyim var? Bir işləyən ağlım var, danışan dilim var, cəsarətim var. Bir də əlimdəki mediam var, silahımdır bu da mənim. Mediam qutardı getdi. Vətəni satmaq nəyə deyirsiniz? Yəni vətən satmaq nə deməkdir? Mən neynəsəm vətəni satmış oluram, anlamadım mən. Mən haqqım üçün savaşıram. Mənim həyatımı məhv eliblər, talihimi, arzularımı, gələcəyimi məhv eliblər. Bunun yanında da mənim kimi milyonlarla insanları, eyni zamanda da milyonlarla insanların, xalqımızın, vətəndaşlarımızın həyatını, talihini məhv eliblər. Bunu mən dilə gətirib danışıram, özü bilirəm, yaxşı eləyirəm. Mən niyə vətən xaini olmalıyam ki? Adamlara girirəm. YouTube'da da, nə bilim, TikTok'da da və yaxud da Facebook'un özündə girirəm, Messenger'da yazıram, telefon nömrəsi yazıram, ha belə çıxır, görürəm ki, sən məndən yaxşı tanıyırsan da, mən Rafael Priyev, sən mənə deyirsən ki, vətən xainisən. Görürəm ki, sən məndən yaxşı tanıyırsan, nə gözəl. Mən səndən, mənim özümün kim olduğumu soruşmaq istəyirəm səndən. Zəng elə çıxıza görə vətən xaini nə deməkdir? Yəni, mən neynəmişəm ki, mən vətən xaini oluram, nə deməkdir bu? Kimsiz abala siz? Siz doğrudan da bu millətin evladısınız. Vallah billah mən uğrunda mübarizə apardığım millətdən hesab eləmirəm mən sizi. Mənim uğrunda mübarizə apardığım şərəfli vətəndaşlarımın sırasında görmürəm mən sizi. Belə şərəfli Azərbaycan olmaz. Azərbaycanlı olmaz. Belə ləyaqətli Azərbaycanlı ola bilməz. Vallah billah. Necə yəni, elə sən arvadının, uşağının, ananın, qardaşının, bacının özünün axlarını oğurlayıb aparıb dünyanın dörd bir tərəfinə səpəliyib, eşşək balası kimi yeyirlər, arvadına, qızını aparıb silikon dodaq vurdur. İlham Əliyevin arvadı qızı aparır, götünə, dodağına, orasına, burasına silikon doldurur sənin pullarından. Mən bunu deyirəm də. Deyirəm ki, cəmaatın arvadının, uşağını bizim özümüzün axlarımızı oğurlayıb aparıb, arvadının orasına, burasına silikon doldurtturma İlham Əliyev. Bu bizim haqqımızdır, bunu eləməcəklə. Şəhidin qampullarını oğurlayıb aparıb Trump'a, ora-bura yedizdirmə, tipoya, şəkal. Mən bunu deyirəm. Mən bunu deyirəm. Xalqın malını mülkünü aparıb dünyanın dörd bir tərəfinə səpələyən qalıb qıraqda olub sərkərdər, lider, nə bilim, xalq qəhrəmanı. Biz olmuşuq vətən xaini. Niyə belə?
Sizin göt qaşıntınız var. Hə? Biri də üzə çıxmır. Məsələ burasına gidiyorsa biri də üzə çıxmır. Biri də üzə çıxmır ki, adam balası kimi danışaq, müzakirə eləyək. Bəlkə bu məndən yaxşı tanıyır məni. İnsandır da mən özümü tanımıram o deməyinlə. Qoya məni tanıtdırsın. Görə mən kiməm? Və bəstirin artistlik eləməyin, hə? Matışqalıq eləməyin, hə? Heyvan kimi, it kimi qarnınıza əsir düşmüsünüz. Kölə olmuşsunuz. Kölə olmayanlara qarşı da baş qaldırırsınız. Diş batırmaq istəyirsiniz bizə. Kimsiz, hə siz? Hə? Kimsiz siz? Ayıb da biraz özünüzə hörmət eləyin, hə? Arvadınızın, uşağınızın, analarınızın, bacılarınızın haqqı üçün savaşan oğulları hor görməyin, hə? Yuxarıdan aşağı baxmayın, hə? Peysərin balaları. Cında yığını cında. Bu nə də? Bu nə millət evladı da belə? Utanmırlar, ölmürlər, yerə girmirlər, ya. Biz vətən xainiyik. Biz nə bilim nəyik? Vətən xaini başa düşə bilmədim mən. Vətən xainiyik, o zaman verin məhkəməyə. Verin bax, müstəqil məhkəmə var Avropada. Verin məhkəmələrə, çağırın məhkəməyə. Demirsiniz biz vətən xainiyik, siz də ədalətli dövlətsiniz, hüquqi dövlətsiniz, demokratik ölkəsiz, demokratik dövlətsiniz. Məhkəmələr müstəqil işdir. Nə gözəl də. Nə gözəl də, yüzlərlə, minlərlə vəkilləriniz var. Vəkillərinizi işə salın, xoda salın, qoy Avropa məhkəməsinə versin. Nə bilim, Almaniyada yaşayıram, Almaniyada məhkəməyə versin. Qaldırsınlar məni məhkəməyə çağırsınlar ki, bu adam vətən xainidir. Vətənini satandır, vətənin rısaqlarını satır, vətənin malını, mülkünü talayır, insanlara zülüm edir. Qoy desinlər. Qoy desinlər, görə eləyə bilirlər. Axı, belə bir şey yoxdur. Axı, bu dediklərimin hamısını İlham Əliyev, onun cında rejimi, xain rejimi bunlar eləyirlər. Mən də bunu çıxıb dilə gətirib danışıram, əzəb eləyirəm, yaxşı eləyirəm, haqq eləyirəm, buna mənim haqqım çatır. Nə qışıqdır deyirəm, qardaş, ağzımızı açıb bir söz deyə bilmirik. Deyən kimi hır tökülürlər, deyən kimi hır nədə? Nədə belə bahar bayramıdır? Hə, konvet baylayırıq, nədirin? İmkan verməyəsiniz biz haqqı deyək. İmkan verməyəsiniz biz haqlarımız üçün savaşaq. Peysərdən əmələ gələnlər. Fahişənin qarnından çıxan oğraşlar. Bir qiriyyət köpəklər. Adların qovlar Azərbaycan sevər, millət sevər. Millətini sevən göt verən bu qədər millətin başına gələn zülümlərə sonra cındır yığını cındır. Peysər yığını peysər. Hə? Millətini sevən, vətənini sevən bu qədər zülümlərin qarşısında sakit qalar. Sakit qalmağa nə qalsın? Bizim əleyhimizə danışırsınız siz. Bizim əleyhimizə nə deyə çıxırsınız? Xeyr ola, kimsiz siz? Hə? Gedin dalınıza girənlə məşğul olun. Gedin arvad uşağınızın haqqı üçün savaşın, vuruşun. Başa düşdünüz? Sizin üçün can qoyan oğullar bu günlərim zülüm zillət içindədir. Qazilər boğazına kəndir keçidib özünü ağaçdan, navesdən asıb öldürürlər, intihar eləyirlər. O da gedin müdafiə eləyin də. Nətər olur ki, mən vətən xainiyəm, bunu müdafiə edirəm, can qoyuram. Əlimdən gələn edirəm, sən vətən sevər olmuşsan, qazına sahib çıxmırsan. Nətər olur bu? Nətər olur? Belə təzə çıxıb bu belə vətən sevmək? Təzə çıxıb? Axmaq köpək uşaq axmaq, yığışdırın ha özünüzü. Alçaq bir qiriyyətə uğraş pidarazlar. Belələrindən doludur dostlar, qardaşlar. Əziz insanlar, belələrindən doludur, Avropada da var. O gün biri zəng eləyib, mənə ədə dili ilə danışır. Qaqaş bilirik deyir, sən deyir Almaniyada yaşayırsan, biz də Almaniyada yaşayırıq, hörmətli qardaşlar var burada, lazım gəlsə səni yerindən götürərik, mənə deyir. Dedim sizin qardaşlarınızın da arvadın anasına bağışına belə eləyim, sənin də anana bağışına bilət, çıxın görüm üzə tıvar yığını tıvar, Astraliklər bilət. Siz məni yolzat gedəndə haradasa gəlib xəlbət qurub qaça bilərsiniz, siz mənlə belə üzə gəlməyə götünüz satmaz sizin. Əgər götü yeyən varsa, cəsarəti olan varsa, bax Almaniyada yaşayıram. Telefon nömrəmdə var, Facebookumda var. Götü yeyən varsa zəng eləsin, gəlsin görüşə. Real, üz-üzə, tet-tet. Üz-üzə. Var cəsarətiniz, hə? Osturağa basmaqla da öyle şakallar. Astraliklər bilət. Göt verənlərin danışığına bax, sən. Bizə durub ədə dili ilə danışırlar. Oğraş göt verən yığını göt verən. Bu nə də? Bunların milləti nə də? Kimdir bu adamlar? Hə? Kimsiz siz? Şakal gedələr, şakal. Millətinin kişilərini üzdən iraq elirlər, qadınlarını əxlaqsız elirlər, narkoman elirlər. Bundan danışmırlar, gəlib bizə ədə dili ilə danışırlar. Yekə-yekə də osturağa bax, bir pox da geyə bilmirlər, osturağa basmaqla məşğuldurlar. Ala səni yerindən götürərik, Almaniyada yaşayırıq, yaxşı qardaşlar var, git götünə soğa yaxşı qardaşlarını. Osturaq yığın osturaq, elə yaxşı qardaşlarınız var, buyurun çıxın üzə savaşın.
Yığışın o yaxşı qardaşlarına komanda yaradın. Buyurun arvad uşağınızın haqları üçün savaşın. Bəli. Mədir vədə dilindən danışır. Axmaq yığın axmaq. Və sizin də boğaza yığılmışıq da Quranan da olsun. Vay nə üzə çıxmırlar, nə bir şey, telefon nömrəsi yazıram, hə? Nə bilim əl yazısı ilə yazıram Messengerdə, TikTokda biri də üzə çıxmırlar. Bu nətər şeydir? Vətən xaini mənəm. Vətəni sevən bunlar amma bunlar qaçırlar. Niyə? Niyə qaçırsınız? Kimdən qaçırsınız? Hə? Çıxın savaşın, vuruşun. Dirəniş göstərin, haqlarını üstün. Vuruşmursan, vuruşana qarşı niyə bir söz deyəcəksin? Kimsə nəsən? Xaricdə oturub deyir danışırsan. Əcəb eləyirəm, yaxşı eləyirəm. Buna səbəb də İlham Əliyevdir. Onun o fahişə xain rejimidir. Bəli. Bunu mənə niyə deyirsən? Ged İlham Əliyevə denən də. Deyirsən bu vətəndaşları nə günə qoymusan ki, bu çıxıb gedib Avropadan, oradan buradan sənin əleyhinə danışır. Ged ona denən də. Dövlət də ölü və idarəçilik də ölü. Hə? Gedin ona deyin də. Mənə niyə deyirsən? Mən bura gəlmə səbəbim mənim özüməm, yoxsa İlham Əliyevdir. Onun içində xain polisləri, DTK-sı, oğraş xain rejimidir. Hə? Kimdir? Mənə gəlib burada nağıl danışır, artist, köpək uşaq artist. Gedin dalınıza girənlə məşğul olun, hə? Arvadının uşağının haqqı üçün savaşmağa götü çatmayanlar gəlib bizə dil uzadır. Diş batırmağa çalışır. Yerini bilirik, yerindən götürərik. Nə bilim, hədə dili ilə danışır. O birisi oradan nədir, yazır. Kişi sən gəl buradan danış, kişi sən gəl oradan danış. Kimsiz, hə? Siz bizə yol göstərsiniz. Kimsiz siz? Hə? Haqqı üçün savaşa bilməyən, cəsarət olmayan adam gəlib, qardaş, bizə yol göstərirlər. Kimsiz siz? Kim? Kişi hər yerdə savaşır. Mən elə Azərbaycanda da sözümü demişəm. Bəli, orada da sözümü demişəm. Sadəcə orada o vaxtı belə bir şərait olmayıb. 2010, 2011-ci il, 2012-ci il belə bir şərait olmayıb. Kanal açım, nə bilim, neyniyim. Bu şeylərdən mənim başım çıxmayıb, anlamamışam. Hətta o vaxtı belə bir şərait yox idi. Yəni belə bir texnologiya irəliləməmişdi. Amma indi maşallah olsun irəliləyib, bu günləri mediadan istifadə edib sözümüzü deyirik. Yazı bilirik, yaxşı edirik. Orada olsa orada da deyərdim. Media üzərindən. Amma media olmayıb, belə demişəm. Belə vuruşmuşam, belə savaşmışam, şərliyiblər, başıma mini oynaçıblar. İşimdən, gücümdən eliblər, planımı, projemi pozublar. Bütün arzularımı darmadağın eliblər, puç eliblər həyatımı. Əlbəttə ki, demişəm. Nə qarmalıyam ki, başa düşənmədim mən. Sakit qalmalıyam, peysər atmalıyam. Oğraş kimi, peysər kimi atıb peysərə yaşamalıyam mən. Hə? Sonra da osturağa basmalıyam ki, mən vətən sevirəm, millət sevirəm, ürəyim qurban. Bunlardan olmalıyam. Xeyr ola. Artistlərin hərəkətinə bax, sən artistlik eləyirlər. Matışqa köpəşəm, matışqa. Mən burada səslənirəm. Kim mənim özümə fərq eləmir, digərinə də. Birinci başda mən olmaqla, mən özümə aid eləyirəm. Mənə kim hədə qorxu gəlirsə, hədə dilindən danışırsa, gəlin götünüz yezə çıxın üzə. Götünüz varsa, cəsarətiniz varsa, əgər zərrə qədər cəsarətiniz varsa, buyurun gəlin görüşək. Telefon nömrəmdə var, Facebookumda var, YouTube'da hər zaman neçə illərdə telefon nömrəm oradadır. Eyni nömrədir. Nömrə dəyişmirəm, bir şey eləmirəm. WhatsApp nömrəsidir, dirəkdə zəng elə bilərsiniz. Əgər cəsarəti olan varsa, gəlsin çıxsın üzə. Var elə bir adam, hə? Mənədir vədə dilindən də. Mən nəyimlə nədə dilindən danışırsan? Mənim itirəcəyim nə qalıb, hə? İtirəcəyim nə qalıb? Haqqımı, hüququmu, ədalətimi, arzularımı, həyatımı, hər şeyimi oğurladınız, darmadağın elədiniz, həyatımı puç elədiniz. Bir dənə quru canım qalıb, onda sizə verəsi deyiləm mən. Sizə verəsi deyiləm. Birinizi gəbərdib, sonra ola bilər ki, siz məni öldürərsiniz. Amma sizin birinizin götünüzə pas soxmalıyam. Başa düşdü, sizi mən bu dəqiqə belə durbinlə axtarıram, belə durbinlə, görüm haradasınız. Götünüz var, hə? Xüsusən də gəlib bu Almaniyada, nə bilim Fransada, Avropanın müxtəlif ölkələrində oturub mənə hədə dillə danışırlar. Götünüz satır, çıxa bilərsiniz üzə, hə? Götünüzdən girib ağzınızdan çıxaram, sizin Avstraliklər bilət. Mən sizə o birisi Osturağa basan gecə gündüz Allah mən nə bilim prezident gəlirəm, onu eləyəcəm, bunu eləyəcəm. Mən o adamlarda öləm, mən. Evdən çölə çıxmır, çıxanda da parik qoyur, saqqal taxır. Mən onlardan da öləm mən. Başa düşdünüz? Adım Rafael'dir, familiyam da Piriyev'dir. Götü yiyən var, çıxsın üzə. Tet-a-tet, üz-üzə. Mədir vədə dilindən danışır, qancığın qarnından çıxan oğurlaş, peysərlər. Sağ olun dostlar, Allah amanda qalın.
Şərəfli insanlara can qurban. Ləyaqətli, düz, şərəfli insanlara can qurban. Amma kimsə yaltaqlıq eləyər, bizə hədə dili ilə danışar. Apardığımız bu mübarizə meydanında getdiyimiz yolda qarşımıza keçər, anasının ağzından girib arvadının, uşağının özünün ağzından çıxaram. Başa düşdünüz? Heç kəsənə qorxum yoxdur. Düz-düzdə əyri-əyri. Xoşun gəlmir düzdən, xoş getdin, yol açıqdır. Amma mənim qarşıma duran mərsən, durarsan ananın ağzına çırğalayaram. Nəslini, kökünü dağıdaram səni. Peysər, təvar yığını bilət. Oğraş qəhbədən törəyən göt verənlər. Sağ olun dostlar, Allah amanda qalın.